Deməli, bir hörmətli izləyicimiz yazır. Dəhşət qısqanclığı necə izah edirsiniz, doktor? Ümumiyyətlə, qısqanclığın yadda saxlayın ki, 3 cür forması var. Bunların biri sağlam qısqanclıqdır, ikisi isə xəstəlikli qısqanclıqdır. Birincisi reaktiv qısqanclıqdır ki, hansı ki, bir insan real, obyektiv sübutlara əsasən hərəkətə keçir. Fakt göz görə aldadılır, hörmətdən salınır, dəyərdən salınır, göz görə başqalarına xəyanət edilir. Yəni, faktiki olaraq real məsələlər var. Burada artıq o insan özü qərar verməlidir ki, bu insanla o yaşamalıdır, yoxsa yox. İkinci tip qısqanclığa nevrotik qısqanclıq deyilir. Yəni, hansı ki, insan uşaq vaxtından sevgiyə layiq olmağa çalışır və layiq olmaqla bərabər yalnız və yalnız nəyisə yerinə yetirərsə və yaxud da kimisə xilas edərsə və yaxud da öz duyğularını bastırarsa, öz ehtiyaclarını, istəklərini və arzularını təxirə salarsa, başqalarının dediklərini yerinə yetirərsə və ya aqressiyasını xüsusilə bastırarsa və ya uğur qazanarsa, mükəmməl bir nümunə olarsa, sevgiyə layiq olacağını düşünür və bu öz daxilində yaşatdığı dərin dəyərsizlik, lazımsızlıq, tərk edilmə duyğusu ilə bağlantılıdır. Belə olanda insan daimi gələcəyə aid planlar qurmağa başlayır ki, birdən gedər başqasını sevər, məndən ayrılar, birdən mənim bədənimi bəyənməz, birdən mənim düşüncəmi bəyənməz, birdən sonra məndən soyuyar, birdən məni tərk edər, birdənlər və fərqli gələcəyə aid olmayan fantaziyalar, senarilər. Amma yenə bunlar hamısı ehtimallar üzərində qurulur da. Yəni, doğrudan da bunlar həqiqətən də ola bilər də doğrudan həyatda, amma faktiki olaraq yoxdur. Bu, həyəcan pozuntusunun bir növü olaraq ortaya çıxır. Məsələn, bir balaca zəngin gecikməsi, axtarmağın gecikməsi, kiçik əhval-ruhiyyənin qarşı tərəfdən dəyişməsi, ola bilər, bəlkə də işdə yorulub, bəlkə də ola bilsin ki, keyfi yoxdur, bəlkə problemləri var, bəlkə necə dedilər, sağlamlıqla baxımdan insan özünü yaxşı hiss eləmir, bunu artıq nə olaraq qəbul edir? Deməli, məni sevmir. Deməli, böyük ehtimal ki, məni yaxında tərk edəcək. Artıq məndən əvvəlki kimi maraqlanmır. Yəni, daim insan gələcəkdə tərk ediləcək, sevilməyəcək, dəyər verilməyəcək kimi bir narahatlıq yaşayır. Bu, ikinci növ qısqanclıqdır. Və nəhayət, üçüncü növ qısqanclığı var ki, buna paranoidal, şübhəcil qısqanclıq deyilir. Hansı ki, bəzən bu, psixozla da müşahidə olunur. Yəni, insan açıq-aşkar halüsinasiya görür. Yəni, insan əmindir ki, o 100% xəyanətə uğrayır, 100% alçaldılır, 100% aldadılır və 100% ifşa olunacaq və pis vəziyyətə qoyulacaq və yaxud da hal-hazırda qoyulur. Yəni, olmayan şeyləri insan danışır. Məsələn, deyək ki, bir kişi evə gələ bilər, qadın birdən-birə necə deyirlər, belə bir fikir irəli sürə bilər ki, mən gördüm, mən eşitdim, sən artıq necə deyirlər, mənə xəyanət içərisindəsən. Bu, daha ağır bir durumdur və bəzən dərman müalicəsi, hətta xəstəxanada yatmaq da tələb eləyə bilər. Yəni, lap aşırı qısqanclıq dediyiniz bu üçüncüdür. Adətən ən çox rast gəliləni ikincidir. Yəni, nevrotik dəyərsizlik, tərk edilmə qorxusu ilə yaşama. Diqqətinizə görə minnətdaram. Sağ olun.